Hey sən, bəli, məhz sən. Əgər saatlarla donmadan, gecikmədən oyun oynamaq istəyirsənsə və elə bir gaming notebook axtarırsansa ki, həm güclü olsun, həm də cibini yandırmasın, onda düz yerə düşmüsən. Çünki bu videoda 2025-ci ilin ən sərfəli və performanslı oyun canavarlarını bir-bir sənə göstərəcəyim. Hazırsansa keçək. Əvvəlcə büdcə dostu, amma güclü performans təqdim edən bir model ilə başlayaq. Bir də onu qeyd edim ki, hər hansı bir sponsorluq yoxdur, sadəcə rahat olsun deyə bu platformada göstərirəm. Acer Nitro V15. Bu notebook 13-cü nəsil Intel Core i7 13620H prosessoru ilə gəlir. 10 nömrəli bu çip multitasking və oyun performansı üçün kifayət qədər güclüdür. Ona RTX 4060 GPU qoşulub. Bu da o deməkdir ki, həm 1080 piksel, həm də bəzən 1440 piksel oyunlarda yüksək FPS almaq mümkündür. 16 GB DDR5 RAM və 1 TB SSD ilə sistem həm sürətli açılır, həm də oyunlar gecikmədən yüklənir. 144 Hz'lik 15.6 düymlük IPS ekranı isə oyunlarda axıcılığı təmin edir. Bu model həm də yüngül və portativdir. Cəmi 2.5 kq çəkisi var. Qiymət performans baxımından 2025-in əla giriş səviyyəli gaming notebooklarından biridir. İkinci modelimiz Lenovo Legion 15 IRX 9. Oyun və gündəlik işlər arasında balans axtaranlar üçün əla seçimdir. Intel Core i7 13600HX prosessoru 14 nüvəlidir və bu onu həm oyun, həm də yaradıcılıq işləri üçün ideal edir. Əlavə olaraq RTX 4060 GPU bu sistemə real güc qatır. 15 GB DDR5 RAM, 512 GB SSD və 144 Hz'lik Full HD IPS ekran onu həm sürətli, həm də axıcı edir. Bundan başqa Lenovo'nun Log seriyası istilik idarə etməsi baxımından da uğurludur. Cihaz oyun zamanı çox qızmır. Əgər RTX 4060 gücünü daha stabil sistemdə axtarırsınızsa, Log seriyası sizin üçündür. İndi isə gəlin biraz daha high-end səviyyəyə keçək. MSI Crosshair 16HX. Bu model 14-cü nəsil Intel Core i7 14600HX prosessoru ilə təchiz olunur və 16 nüvəsi ilə oyunlarda maksimum güc verir. Amma əsas məsələ RTX 4070 ekran kartı. Bu onu siyahıdakı ən güclü GPU'lardan biri edir. Bu gücə 16 GB DDR5 RAM və 1 TB SSD qoşulduqda ortaya çox stabil və sürətli bir sistem çıxır. 144 Hz'lik 16 düymlük ekran isə sizi daha böyük görüntü ilə qarşılayır. Əgər siz həm indiki, həm də qarşıdakı 3-4 il üçün güclü və dayanıqlı bir oyun notebook axtarırsınızsa, bu model əla seçimdir. Dördüncü modelimiz büdcəsi daha aşağı olanlar üçün ideal bir model. HP Victus 15. Bu notebookda Intel Core i5 12500H prosessoru və RTX 3050 GPU istifadə olunur. Bəli, RTX 3050 daha zəif sayılır, amma 1080 piksel oyunlar üçün hələ də kifayət qədər güclüdür. 8 GB DDR4 RAM və 512 GB SSD ilə gəlir. Amma yaxşı xəbər odur ki, yaddaşı rahatlıqla 16 GB və ya daha çoxa qədər artırmaq mümkündür. 144 Hz'lik ekran bu segmentdə böyük üstünlükdür və bu qiymətə bu xüsusiyyəti çox nadir görmək olar. Əgər siz giriş səviyyəli oyunçu və ya tələbəsinizsə, HP Victus sizin üçün münasib bir başlanğıcdır və siyahımızın sonuncusu, amma bəlkə də ən güclüsü. Lenovo Legion Pro 5. Bu notebookda 14-cü nəsil Intel Core i7 14600HX prosessoru və RTX 4060 GPU var. Amma onu fərqləndirən əsas məsələ 32 GB DDR5 RAM və 1 TB SSD-dir. Bu kombinasiya həm oyun, həm montaj, həm də render işlərində möcüzə yaradır. 165 Hz'lik 16 düymlük ekran isə təkcə oyun yox, həm də peşəkar vizual işlər üçün idealdır. Lenovo'nun Legion seriyası həm dizayn, həm soyutma, həm də performans baxımından premium segmentdə yer alır. Əgər büdcəniz imkan verirsə, bu model uzun illər sizə xidmət edə bilər. Siyahımız başa çatsa da əsl bonus indi gəlir. Əgər siz həm oyun, həm montaj, həm də gündəlik istifadə üçün balanslı, güclü və təcrübəli bir oyun notebook axtarırsınızsa, Asus ROG Strix G16 modelinə nəzər yetirin. Bu notebook Intel Core i7 13600HX prosessoru var. 14 nüvəlik bu çip həm oyunlarda yüksək FPS, həm də çox prosesli işlərdə güclü nəticə verir. RTX 4060 ekran kartı ilə birlikdə bu sistem sizə 2025-də, 2027-də də rahatlıqla daşıyacaq. 16 GB DDR5 RAM, 512 GB SSD və 165 Hz'lik 16 düymlük Full HD IPS ekran bu notebooka həm axıcı, həm də sürətli edir. Ekran həm də anti-blikdir, yəni əks olunma yoxdur. Fokus yalnız oyunda qalır. Dizayn baxımından da isə tam bir gamer dili ilə danışır. RGB klaviatura, sərt və futuristik xətlər, 2.5 kq-lıq stabil konstruksiya. Və budur dostlar, 2025-ci ildə ala biləcəyiniz ən yaxşı bonusla birlikdə 6 gaming notebook. Əgər sizə bu modellərdən biri maraqlı gəldisə, aşağıda şərhlərdə yazmağı unutmayın. Hansı model sizin üçün daha uyğundur? RTX 4070-li mi, yoxsa büdcə dostu RTX 3050-li mi? Videonu bəyəndinizsə bəyən düyməsinə basmağı, Arctimas kanalına abunə olub zəng ikonuna toxunmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.